dərslərin öz gözəlliyi olduğu kimi, həyat bilgisinin də öz gözəlliyi var. Həyat bilgisi də təbiəti öyrənən bir elmdir. Elədir mi? Sonra biz hansı planetdə yaşayırıq? Yer kürəsində. Və yer kürəsi digər planetlərdən nə ilə fərqlənir? Kim cavab verə bilər? Dənizli görün. Orada canlılar var. Harada? Yer kürəsində canlılar var, insanlar, ağaclar, çaylar, göllər var deyə fərqlənir. Bəs digər planetlərdə necədir? Yaşayış var mı, yoxsa yoxdur? Xeyr, yoxdur. Orada oksigen almaq çətindir. Orada oksigen yoxdur. Sonra bizim Yaşayış üçün lazım olan imkanlar, şəraitlər yoxdur. Yaxşı, əyləşin. Uşaqlar, gəlin ilk növbədə işıq mənbəyi haqqında bir məlumat verək. İşıq mənbəyi nədir? İşıq mənbəyi haradan alırıq? Kim deyər bu haqda işıq mənbəyi haqqında? Kim məlumat verə bilər? Yəni sən məlumat ver görün. İşıq mənbələrini biz, məsələn üçün, işıq mənbələri özü, təbii işıq mənbələri var, suyun işıq mənbələri var. Təbii işıq mənbələri günəş işığıdır, ulduzların işığıdır, bəzi böcəklərin işığıdır. Amma süynilər velosiped işığı, telefonların və s. başqa şeylərin işığıdır. Ümid, biz süni işıq mənbələrinin harada istifadə edə bilərik? Süni işıq mənbələrindən nə zaman istifadə edə bilərik? Harada istifadə edirik? Gündüz vaxtı, axşam vaxtı ay və ulduzlar, gündüz vaxtı günəş. Süni işıq mənbələrindən biz harada istifadə edirik? Nəzrində görün, Ümid səhv cavab verdi. Axşam istifadə edirsən. Çünki axşamlar gecələr olur və bizlər görə bilmirik. Ona görə də süni işıq mənbələrini elə bilərik. Təbii işıq mənbələri isə səhər işıq eləməliyik. Çünki təbii işıq mənbəsi günəşdir, ulduzdur, aydır və başqaları da olur. Ona görə də səhər istifadə edə bilirik. Əsaslı günəş işığı vurur. Bəli, biz təbiətdən aldığımız təbii işıq mənbəyi olan günəşdən nə edirik? İstifadə edirik. Yaxşı, belə deyək, əlavə işıq mənbələri haqqında. Mənim günorta həm də evə işıq düşür. Bəli, günorta, gündüz vaxtı günəş işığından evə işıq düşür. Hər tərəfi işıqlandırır. Yaxşı, aydan necə işıq alır? Necə olur? Aydan nə zaman işıq alır? Ümidli görüb deyil. Aydan axşam vaxtı işıq alır. Gündüz vaxtı hava çox işıqlı olur deyə ayı görə bilmirik. Amma axşam vaxtı qaranlıq olur deyə ayı görürük. Arzu, əyləş. İndi bizə günəş sistemi haqqında kim danışar? Günəş sistemi. Fəzər danış görün. Günəş sistemi günəş və planetlərdən yaranır. Orada 8 planet var. Bu planetlər Merkuridir, Venera, Yer, Mars, Jupiter, Saturn, Uran, Neptundur. Yer günəş sisteminin həyatın mövcud olduğu yeganə planetdir. Axşam vaxtı göy parlaq olur. Bunlar ulduzlardır. Yaxşı. Nəzrin, mənə bir dənə ilk növbədə görün. Nəyə görə biz gecə vaxtı o kiçik gördüyümüz, göydə gördüyümüz xırda nöqtələrə ulduz deyirik? Niyə ulduzdular? Çünki biz uzaqdan görəndə ulduz var, amma yaxından görəndə onlar çox böyük olurlar. Onlar nədir əslində? Onlar əslində Planetlərdir. Planetlərdir. Bəs yer kürəsi, günəş sistemində planetlər bölgəsində neçəncidir? Yer kürəsi Neçəncidir yer kürəsi? Üçüncü. Əlavə nə deyə bilərsən? Əlavə bizim 8 dənə planetimiz Günəşin ətrafında dövr edir. Yer kürəsi birinci planetdir. Yox, yer kürəsi nedir? Merkuridir Günəşin. Günəş çox Merkuriyə yaxındır çünki o qızdırır. Qızdırır, yaxşı. Sonra da bizim sənar cisimlərimiz aydır, günəşdir, ulduzdur.
Yaxşı. Deyin görün. Necə olur ki, gecə gündüz yaranır? Damla deyə bilərsən, necə olur gecə gündüz olur? Mədinə, hansız deyə bilərsiniz? Gecə gündüz necə yaranır? Mən o vaxt Nədən yaranır gecə gündüz? yer kürəsi fırlanır. Harada? Güneşin ətrafında fırlanır. Günəş ətrafında fırlananda nə yaranır? Fəsillər yaranır. Hə, bəs yer öz o ətrafında fırlananda nə yaranır? Aylar. Gecə. Əyləşin. Əyləşin. Uşaqlar, indi bugünkü dərsimiz yer planetidir. Yer planetidir. Əslində bugünkü dərsimiz deyəndə digər dərslərdə əlavə edəcəyik. Yer planeti dedikdə siz nəyi başa düşürsünüz? Yerdə nə var, Ayla? Yerdə canlılar var, Sonra bitkilər var, sonra nə? ağaclar var. Dinləyək. Yaxşı. Biz havadan necə istifadə edirik Məlikova? Havadan nəfəs alaraq istifadə edirik. Havanı güllər, çiçəklər, təbiət Yaradır, bəxş edir. Bu havaya ayrı nə deyirik? Oksigen adlandırır. Uşaqlar, yer kürəsində dedik ki, bəzi deməli, təbii vasitələr var ki, zincirvari əlaqədə olurlar. Onlar biri